Kızım, bunlar görünüyor. Sen bilirsen, bu saat ben size öğrederim. La 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 la. Son zamanlar nəyimi müşahidə edirəm? Bura tez-tez rəqs qrupları gəlir və xüsusən də bayram həftəsi olduğu üçün mən bütün rəqs rəhbərlərinə, yəni qrupun rəhbərlərinə təşəkkür edirəm. Niyə? Çünki çox gözəl dahi bəstəkarların əsərlərini belə deyək də, yazdığı o əsərlər bizim filmlər üçün yazılıb və sıra-sıra artıq hiss edirəm ki, Üzeyir Hacıbəylidə məsələn Arşın Malalan oldu, o olmasın bu olsuna bir etasından oldu və daha nələr çox yaddan çıxan, unudulan filmlərimiz, rəqslərimiz yada salınır və bu da mənim ən sevdiyim filmlərimizdən biridir ki, Əhməd hardadır? Hunsayl rəqs qrupu, Aysel xanım Orucova, mən sizə dərin təşəkkürümü bildirirəm. Çünki mükəmməl, darıxmışdım sanki bu rəqs üçün və qızlarıma təşəkkür edirəm, amma əziyyət çəkiblər, bir qızların adlarını öyrənib. Belə deyək də, vərdiş ediblər ki, mən onların nə şəkildə adlarını öyrənməliyəm. Düzdürmü? Bəli, bana öldürənlər məni hiç qoyanlar evə getməyə. Buyurun. Bir var, ne güzel adı var, İnci. Nuray, ne bir şey kız vardı bunlar. Aliye. Ha, geçen geldi var mı anne? Aysel. Aysel. Aynen devam ediyor. Aliye, Aysel. Aydan. Dedim aynen devam ediyor. Yağmur. 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 Sen bana kalmış gelsen Yağmur güzelim.
şəlalə, Niagara şəlaləsi. Olabilir. O da ola bilər. Ay, nə qəşəng cavab ola bilər. Və Xədicə, nə gözəl adları var qızlarımın. Təşəkkür edirəm qızlar. Mənə çiçək gətirmişsiniz. Özünüz elə çiçəksiniz də. Ay, nə gözəldir. Çox sağ olun. Aysel xanım, düşünməniz yetərlidir bizim üçün. Çox sağ olun. Nə qəşəng görünür. Beləliklə, biz rəqs qrupu ilə başladıqsa, qızlarım, nazlarım, gözəllərim bir yerdə hamımız xordan deyirik ki, Xəzər axşamı başladı. 1, 2, 3. Xəzər axşamı!